Sabah hava isti olacaq, temperatur 27 dərəcəyə yüksələcək. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə mayın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 22-27 dərəcə isti olacaq. Mayın 21-də Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam saatlarında yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti olacaq.